Artıq top əlinin sonuncu hissəsinə keçirik. Yəni, bilirsiniz, eyni zamanda bu işin iki çətin olan istiqaməti, biri texniki istiqamət olsa da, yəni hansısa çiğ dağların içərisindən qazanclı bir körpü ilə işləmək olsa da, ikinci bir başqa çətinlik də və hətta bu elə bir çətinlikdir ki, bunu həll etmək daha çətindir. Modeldəki boşluqları düzəltmək, görmək, qazanclı bir modelə sahib olub olmamağı bilmək olur, tapmaq olur, görmək olur, analiz etmək daha rahat olur gözlə. Amma sizin siz dediyiniz içinizdə bir şey var ki, onu o qədər korlaşıbsınız ki, çətin olan onu dəyişməkdir. Deməli bu hissədə 10 dənə dərs təqribən olacaq. Yəni top əlinin artıq sonuna qədər. Amma indidən onu qeyd edeyim ki, çox mürəkkəb mövzular var, onlara girmirəm. Hamısını ən üzdən, ən sadə formada izah edəcəm. Çünki yenə xatırladıram ki, sizə və özümə ki, top əlli sıfırdan başlayanlar və bu sahəyə bir giriş addımı atanlar üçün nəzərdə tutulub əsas. Ona görə də çox yəni ağır mövzulara girməyəcəm. Sadəcə olaraq üzdən bacardığım qədər tanışlıq yaradacağım sizlə. Amma bu tanışlığı belə heç yerdə başqa tapa bilmədiyinizi bilirəm. Yəni bu hansısa özümdən əminçilik və s. deyil. Yəni çünki aydın məsələdir ki, mediada yoxdur. Əgər olsa deyərdim. Randy Havel'dan başqa YouTube'da hansısa bir keyfiyyətli psixologiya kanalı mən deyə bilmərəm sizə. Belə, deməli gəlin başlayaq. Burada mən birinci bir neçə dərs daha diqqətli qulaq asın. Ümumiyyətlə hamısına diqqətli qulaq asın. Bunlar biraz daha giriş məsələlərdir. Yəni bir şey əminliklə deyə bilərəm ki, sizə sıxıcı gələcək. Çünki niyə? Çünki ciddiyə almayacaq. Düşünəcək ki, beyniniz aydınlat nə danışır. Filan kəs düz deyir, planımı izləyərəm. Yəni o yanlış psixologiya məsləhətləri ki var. Burada bir 10 dəqiqə short videosuna qabağınıza çıxır. Bunlar psixologiya deyil. Plan izləmək, overtrade eləməmək, emosiyalarına sahib çıxmaq, emosional olmamaq, qorxmamaq, revenge trade etməmək, səbirli olmaq, tələsməmək. Bunlar birbaşa sözlərdir. Bunlar həll yolu deyil. Bunları etməyə çalışanda nə olur bəs? Niyə bəs düşünürsən ki, bunlar o qədər mi çətindir eləmək? Niyə onda hamı eləyə bilmir? Hər kəs o qədərmi bacarıqsızdır ki, 2-3 sətr şey eləyə bilməsin. Təkrar itirsin, səhər gəlsin, 2-3 sətr şeycə eləyə bilməsin, təkrar itirsin. Və bu sorğulamaq lazımdır burada. Cəsarətli olub sorğulamaq lazımdır ki, yəni iş bunlarla bitmir əslində. Deməli onların suçu üstünlərinə atdığı, yəni media influencerlarının, müəllimlərinin suçu üstünə atdığı psixologiya məsələsi bunlar deyil. Bu yalanlar sadəcə sizi dolayı yolla deterministik dünyanın mövcudluğuna inandırır və yaxud da hal-hazırdakı beyninizi daha da cahilləşdirir, daha da sizi geriyə çəkir. Və yaxud da bunu tetikləyir. Siz həzz alırsınız. Bilmədiyinizi, filan kəsin də bilmədiyini, yəni bilmədiyi, əslində azmaz uzdan qulaqdan bildiyiniz bir şeyi təsdiqləməyindən həzz alırsınız. O ki, qabaqlaşırsınız, məsələn, burada hər cür insan olur da, hər cür qavrayış xəritəsindən, hər cür dünya görüşündən insan olur. Siz görürsünüz ki, onun bildiyi dildə danışmaq ona həzz verir. Siz də daha üst zəkaya sahibsinizsə, daha üst bucağa sahibsinizsə, siz istər-istəməz onun bucağına qayıdıb keçə bilirsiniz, onu daha rahat başa düşürsünüz, daha rahat razı salırsınız, dilini tutursunuz. Amma sizdən üst bir qavrayış bucağına sahib olan insana onu eləyə bilmirsiniz. O sizə hakim olur. Baxın, ona görə deyirəm, üst zəka burada çox vacibdir. Bir trader bəli, çox belə necə deyim, üst zəkaya sahib olmalıdır. Üst qavrayışa sahib olmalıdır. Bir növ koqnitiv bacarıqları yuxarı səviyyədə olmalıdır qazanclı olmaq üçün. Bu sahə düzdür, fiziki ağır bir iş gözə görünmür və sizə elə gəlir ki, bu rahatdır. Çünki heç bir fiziki şey gözə görünmür. Yəni ağırlıq, əzəllərə düşən ağırlıq gözə görünmür. Amma beyinə düşən
məsuliyyətlər var ki, beyin ona hazırdırmı? Yəni sizin beyniniz marketlə üzləşməyə hazırdırmı? Belə bir məsələ var. Və insan bütün hamı özünü ağıllı sayır. Bütün hamı özünü ağıllı sayır ki, mən hazıram. Mən hamıdan ağıllıyam, mən çox bacarıqlıyam. Bunlar heç nə ilə ölçülmür. Nə təhsillə, nə filan şey, heç bir şeylə ölçülmür. Koqnitiv bacarıqlar müstəqildir. Bu kənar şey faktorlardan müstəqildir. Yəni hansısa bir elmi dərəcə koqnitiv bacarıqların üstün olması demək deyil. Məsəl üçün mənim ümumi olduğum mühitlər olur ki, demək olar ki, yəni bu bizim cəmiyyətdə çox savadlı deyilən tipdən insanlar olsun, yəni izləyim tələbələr olsun, bunlarla üzləşirəm və bunlarda gördüyüm bir şey var ki, çox safdılar. Çox aşağı səthi koqnitiv bacarıqlara sahibdilər. Və onların sadəcə o şey göstərən odur ki, təsadüfən elmi dərəcə alması və yaxud da bir-iki şablon şeylərlə önə çıxması, biraz da şey eləməsi, yəni randomluğun içində süzülməsi, amma biraz beyninin dərinliyinə gedəndə və yaxud da üzdən ondan iki kəlmə söhbət edəndə görürsünüz ki, çox səthidir. Çox, necə deyim, adaptasiya, onun hansı cəmiyyətə necə adaptasiya olduğu, hansı cür düşündüyü, daxili dialoqunu bilirsiniz. Tarixi daxili dialoqunu bilirsiniz. Mən məsəl üçün insanlar sən qabaqlaşanda danışdığını qulaq asan kimi mən deyə bilirəm ki, filan kəsin tarixi daxili dialoqu xoşuma gəlmədi və yaxud da filan kəsinki gəldi. Mən buna uyğun əsas insanları seçib də ölçə bilirəm. Gəlin indi məsələyə keçək ki, trading psixologiyası deyəndə nədən başlamalıyıq? Yəni psixologiya elə birbaşa siz məsələn ali canlı deyilsiniz ki, birbaşa artıq düşüncədən, psixologiyadan danışaq. Çünki psixologiyayı yaradan nədir? Biraz evolutionary psixologiyadan və sair danışmalıyam. Bu kimi mövzuların da yenə deyirəm, dərinliyinə inməyəcəm. Çünki onsuz da 10 nəfər qulaq asan, yəni 100 nəfər bu videoya baxanın 10 nəfəri axıra kimi qulaq asacaq, onun da 1-2 nəfəri başa düşəcək. Ona görə də ki, bu çox dərin şeylərə girmək istəmirəm. Sadəcə olaraq ümumi üzdən biraz da danışacağam bu haqda. Yəni beynin düşünməsi, ilk olaraq bunu başa düşməlisiniz ki, beynin düşünməsi bədənin həyatda qalmasından müstəqil deyil. Heç bir insanın marketə gətirdiyi beyni və şəxsiyyəti marketə uyğun deyil. Birinci bu həqiqəti qəbullanmalısınız ki, əgər ki məni ilk dəfə tanıyıbsınızsa, bu videolara sadəcə top əldən başlayıbsınızsa, əvvəl mənim kanalımda başqa videolara baxmayıbsınızsa və mənim dediyim şeylər sizə yad gəlirsə, beyin, bədən, orqanizm filan bu sahə ilə bağlı, bunlar yad gəlirsə, əminliklə deyə bilirəm ki, siz qazanan bir trader deyilsiniz. Əminliklə deyə bilirəm. Və bəzilərində bu bir şey yaradır ki, əks düşüncə yaradır ki, Nihat belə deyirsə, sanki Nihat bir qədər eqoludur, sanki düşünür ki, hamı bu cür düşünməlidir, hamı bu cür baxış bucağına sahib olmalıdır. Amma yəni dürüstcə həqiqətən etiraf etmək lazımdır ki, mən də ki, sizin keçdiyiniz yolların hamısından bir-bir keçmişəm. Mən birdən-birə bura başladığım günün sabahı hoppanmamışam. İndi bildiyim yerə. Mən də çox insandan öyrənmişəm, filtrlənmişəm, sorğulamışam, seçmişəm. Amma təəssüf ki, bir çoxunuz da sorğulamayıbsınız. Sorğulamadan doğru qəbul edibsiniz. Hər gördüyünüz videoyu, hər gördüyünüz postu, hər gördüyünüz yazını, hər ay eşitdiyiniz şeyi bir növ doğru qəbul edib inanmağı seçibsiniz. Və inandığınız şeyləri nə qədər sadədirsə, o qədər xoşunuza gəlib. Məndəki fərqlərdən bir əsası olub ki, mən gördüyüm şeyi birdən-birə doğru və gerçək olaraq qəbul eləməmişəm. Mən düz uşaqlıqdan məndə bir şey var ki, mən gerçəyin fərqli versiyalarda ola biləcəyinə inanıram. Fərqli bucaqlardan da baxıb sorğulamağa çalışıram. Bilirəm ki, yəni gerçək tək bu bucaqdan ibarət ola bilməz. Yəni bu deterministik dünya yoxdur, çünki bunlar bir canlıdır. Bunlar cəmiyyətdə doğulublar. Yəni bu bir şeyləri kəşf eləyən, mənə görə məsəl üçün çox elmə filan mən belə çox böyük bir şey bucaqdan baxmıram. Çünki bilirəm onları kəşf eləyənlər olsun, onların da bir beyni var. Onlar da bir
sapiensdir. Onlar da bir canlıdır, orqanizmdir. Yəni dolayı yolla onun başqa versiyaları da ola bilər. Məsəl üçün bir nümunə çəkim ki, o vaxtlar imtahan verdiyim vaxtlarda mən suallara başqa bir həyəcanla, bir böyüklük, çətinlik gözündən yox, daha çox bunun da bir insanın yazdığı və bunun da bizim kimi bir beyninin olduğu gözündən baxanda mənim ona yanaşmam da dəyişirdi. Onun orada hansı çaşdırıcı məqam əlavə edə biləcəyi, necə ola biləcəyi, bu kimi mühakimə edə bilirdim. Və məni əsas, yəni o hal-hazırda niyə hələ də o əvvəlki yanlış yolla gedən yox, artıq öz yolumu tapa bilən bir olmağımdakı əsas səbəb budur ki, sorğulamaq və fərqli gözdən baxa bilmək. Yəni, inanmamaq heç bir özə. Yəni ümumi cəmiyyətin dediyi şeylərin əslində böyük yanılğı, böyük səhv ola biləcəyini və yaxud da sadəcə adaptasiya olunmuş bir inanc ola biləcəyini mən çox əvvəlcədən bilirdim. Və o vaxtı belə bir sual verdiyim yadıma düşmüşdü bir müəllimə ki, problem orasındadır ki, bilirik, amma nəyi bildiyimizi bilmirik. Baxın, bu sual hal-hazırda indi daha çox mənasını başa düşməyə başlayıram. Mənə keçən dəfə Instagramdan bir post göndərmişdilər. Mən mindfulness və fərqindəliyin orada başqa bir izahını gördüm. Metacognition. Bir növ düşünmək haqqında düşünmək, nə düşündüyünüzü bilmək. Çünki bilirsiniz ki, bilmirsiniz. Yəni əslində bu düşüncələrin tamamilə vəhşi və sizə aid olmadığını siz bilmirsiniz hələ də, amma bu dərslərdə öyrənəcəksiniz. Bunlar haqqında düşünəndə artıq onlara yön verə bilirsiniz. Biri var ki, siz onlardan xəbərsiz sadəcə həyatda sürüklənib gedirsiniz. O düşüncələrin sizə aid olduğunu düşünürsünüz. Amma onların başına keçəndə rolun arxasına keçmiş olursunuz. Nəyin lazımlı, nəyin lazımsız olduğunu bilirsiniz. Hansı düşüncənin, yəni nə mənbəsindən gələcəyini, hansının mühakimə xarakterli olduğunu, hansının limitləyici inancın məhsulu olduğunu görə bilirsiniz. Mən bu sualı verəndə də indi ağlıma gəlir ki, mən əslində bunu bilirdim ki, bildiyimizi bilmirik. Sadəcə elə bilib deyə gedə bilirik. Bilib gedə bilirik, amma nəyi bildiyimizi biləndə artıq biz ona yön verə bilirik. Nəyi bilmək lazımdır? Bu bildiyimiz, necə deyim, məsəl üçün burada çoxlu şey öyrənibsiz siz top əlli boyunca. Amma məsəl üçün öyrənibsiz ki, filan şey, məsələn overlap və s. də digər şey. Bunların hamısını məsələn teorik olaraq soruşsam bilə bilərsiniz ki, bu budur, amma bir çoxsu əminəm ki, onların arxa fonunu bilmir. Onların arxa fonunda yaranma səbəbləri, onların istifadə qaydalarıdır, hansısa bir edgedir. Hələlik bu da normaldır təbii ki, yeni öyrənibsiz deyə bu da get-gedə bununla bağlı fərqindəliyiniz yaranacaq marketdə. O bir növ instinktual hala keçəcək. Növbəti hissələrə keçək, deməli bu ümid edirəm nəsə başa düşürsüz yeni bir şeylər olduqca. Tamamilə sıfırdan dəyişilib və lazım olan yeni bacarıqlar inkişaf etdirilməlidir. Yəni bu bacarıqlar, yəni nəyisə psixologiya öyrənməklə bitən bir şey deyil. Yəni siz ən azından buna mən psixologiya deməzdim, amma gəlin başa düşün deyib psixologiya deyək. Psixologiya öyrənilərək bitən bir şey deyil. Öyrənilən bir şey deyil. İnsan, necə demişik? İnsan öyrənən, hazırlaşan orqanizm deyil. Ümumiyyətlə bütün orqanizmlər öyrənib hazırlaşa bilməz. Sadəcə adaptasiya edə bilər. Eləməmiş, yəni necə deyim, icra eləməmiş, öyrənməklə eləmək olmaz. Ona görə bəzi bacarıqlar lazımdır ki, necə ki trade eləmək bacarığı var sizdə. Necə ki düyməyə basmaq bacarıqları var sizdə. Nə bilim, analiz eləməkdir və s. Bu bacarıqlar var. Eyni zamanda da bu cəhətdən də bəzi bacarıqları yiyələnməlisiniz. Bunlara bir nümunə çəkə bilərəm ki, bu bacarıqlardan biri fərqindəlik bacarığıdır. Gözünüzə, qulağınıza belə romantikləşdirilmiş gələ bilər. O psixologiya müəllimləri filan olur. Fərqindəlik, özünə inan. Belə şeylər gələ bilər, başa düşürəm, sıxıcı termin kimi gələ bilər. Amma gəlin onları qoyaq qırağa, indi məni biraz ciddi, daha ağır, biraz qulaq asın. Bu fərqindəlik məsələni. Bu fərqindəlik məsələsi qulağa rahat, sıxıcı,
boş, bikar bir şey kimi görünə bilər bir çoxsuna, amma ağır, çətin sahibləniləcək bir bacarıqdır. Bir növ o belə deyim, bu bacarıq o bacarıqdır ki, qavrayışların və inanclarını iradi səviyyədə özün idarə edə bilirsən. Yəni onların təsiri altında olmadan inanc və qavrayışlarını idarə edə bilirsən, seçə bilirsən, trader şəxsiyyətini seçə bilirsən və yenidən qura bilirsən. Bu bacarıq olmadan onu edə bilməzsən. Bu bacarıq bəli inkişaf etdirilə bilər. Bu barədə danışarıq. Beynin funksiyası və varlığı sadəcə həyatda qalma ehtimalını artırmaq üçündür. Bunu bəzi şeyləri, gerçəkləri indidən qəbullanmalısınız. Yoxsa, hə, Nihat nə danışır? Nihat biologiya müəllimdir. Hə, deyib də sonra ağzından süd qoxusu gələnlər, məsələn, bilirəm, videoya çıxırlar və yaxud da dislike atırlar, atsınlar və mənim biləcəyim bir şey var. Əslində onlara bir qədər də bəzən pis oluram. Mən bilirəm ki, bu gedəcək, öz birliyini eləməyə çalışacaq və çətin bir şeyin içinə düşəcək, vəziyyətlərin içinə düşəcək, əgər bu sahədə qalacaqsa. Bəlkə də başqa bir sahədə onun o gördüyü dünya ona kömək eləyəcək. Onun gördüyü gözlər, onu sahiblənən inanclar ona başqa bir sahədə kömək eləyə bilər. Amma bu sahədə kömək eləməyəcəyini bilirəm. Və bu sahəyə davam etdikcə də onun üçün fəlakətlər gətirəcəyini də bilirəm. Beyin həyatda qalma ehtimalını artırmaq üçün. Nəinki beyin. Sahib olduğunuz bütün hər şey sadəcə seçilim yolu ilə hansısa bir avantaja sahib olduğu üçün var. Seçilə, həyatda qala bir xırda avantaj belə avantajdır. O milyonlarla, milyardlarla variant seçilə hal-hazır ki, versiya alınır. Və bu barədə çox razılaşma, ona görə onun da dərinliyinə getmirəm. Nəysə, bu beynin düşünmə şəkli, şəxsiyyətinin formalaşması, adaptasiyası, bunlar hamısı mühitin təsirləri altında sadəcə yaşam ehtimalını artırmaq üçündür. Yəni sənin psixologiya dediyin, düşünmə tərzin, inancların, davranışların, yəni bir növ beyninin verdiyi qərarlar əslində, yəni bu düşünən beyin sadəcə bunun funksiyası ondan ibarətdir ki, sən mühitə orqanizasiya eləsin və bu mühit içində həyatda qalma ehtimalını artırsın. Səni təhlükədən qorusun, sən özünü sevdirə biləsən, qəbul olunasan. Beyin eyni zamanda atılmağı və sevilməməyi də ölüm qorxusu kimi qəbul edir. Bu emosional anlamlandırmağa gələr. Yəni ondan əvvəl bir şey də başa düşün ki, niyə qeyri-müəyyənliyə qarşı beyin, yəni beyin düşünməniz, niyə qeyri-müəyyənlikdən qorxursunuz? Çünki qeyri-müəyyənlik bir orqanizm üçün ölüm deməkdir. Bir orqanizmin əsas tərifi nədir? İçində proses baş verən bütövlük, açıqlıq yox ha, içində proses baş verən bütövlük. Və əslində bir növ bir şey ya tamamilə hər yeri qapalı halda mövcuddur, üstü şeydə, və yaxud da bir növ donat olaraq mövcuddur. Və bir növ orqanizm donat halında mövcud olsa belə, yəni bütün orqanizmlər, yəqin ki, bu hamısına aiddir, donat halında mövcud olsa belə, yəni girişləri və çıxışları olsa belə, eyni zamanda yenə qapalı mühitdir, açıq vermir. Yəni həyatın, bu ətraf mühitin, bu hər şeyin, yəni mən buna nə deyə bilərəm bilmirəm, bu qara maddə olsun, yəni bu şeyin özündən kənar hər yer, özündən kənar hər şey, zaman və məkan tanımadan, yəni bütün bu qeyri-müəyyənlikdən qorunmaq üçün bir qapalı mühitdir. Bütövlük olaraq orqanizmin funksiyalarından biri kənar mühitin qeyri-müəyyənliyindən özünü qorumaqdır. Və düşünürsünüzmü ki, kənar orqanizm özünü qeyri-müəyyənlikdən qorusun? Yəni əlin yaralananda o yara özünü qapatsın, sağaltsın, yəni kənar mühitdən infeksiyalarından qorusun. Qapalı mühit özünü qoruyur. Sənin beynin qeyri-müəyyənliyə açıq şəkildə formalaşar və yaxud da düşünərmi? Xeyr. Beynin düşünməsi bədənin həyatda qalmasından ayrıla bilməz, ayrı tutula bilməz. Beyin bədənin həyatda qalmasından müstəqil deyil. Emosiyaya gələk ki, bəs yaxşı, beyin, bu emosional beyin haqqında çox danışmayacağım, indi çox da biologiya dərsinə oxşamasın deyə.
Bu talamusa gəlir, amigdala da yaddaşda saxlanılır, hipotalamus bədənə reaksiyaların göndərilməsi və sair bunlar haqqında danışmağıma yersiz olar. Sadəcə onu deyim ki, emosiyanın tərifi nədir? Beynin formalaşdırdığı standart və tanış sensor nümunədə sapma yaradan istənilən tetikləyici təsirdir. Bunu şey dildə, loru dil, ən loru dildə necə izah edə bilərəm? Məsələn, düşünün ki, sizin bir yatağınız var. Yatağınız, necə deyim, ora öyrəşib, siz 10 ildə o yataqda yatırsınız. Xoşunuz, yəni necə deyim, çox rahatdır, çox yaxşıdır. Amma birdən bir hadisə baş verir, yatağınız qırılır. Beyniniz tamamilə o yatağa adaptasiya eləmişdi. Bu sensorial pattern, yəni bir növ sensorial bir oxşarlıq, oxşar gəlirdi artıq. O beyniniz üçün o oxşar idi. O qaydasında idi, o təhlükəsiz idi. Amma o qırılandan sonra yerinə bir başqa yataq qoyub orada yatmaq istəyəndə biraz narahat olacaqsan. Beyin özünü yad bir yerdə hiss edəcək. Ora adaptasiya olmağa çalışacaq. Biraz gözün donmuş vəziyyətdə olacaqsan. Hər an tetiklənə bilərsən. Sanki hər an qorxu içərisindəsən, narahatsan, tərpənmədən dayanırsan. Bir növ qəzəblisən, yəni yatağım niyə qırıldı, burada yata bilmirəm. O tərəfə hərlənirsən, bu tərəfə hərlənirsən. Bir növ bu emosional responslar. Yəni mən bunu ən lor dildə izah elədim. Yəni standart və tanış sensor şeyin sarsılması. Bilmirəm, bəlkə də bu nümunə o qədər də düzgün olmasa da, mən bacardığım qədər sadə dildə izah eləməyə çalışdım. Bir şey, vərdiş olunan bir şeyin sapması. Və eyni zamanda qeyri-müəyyənlik də ki, bu müəyyənlik şeyindən çıxış deməkdir. Məsəl üçün, maşınla gedirsən, hər yer işıqlıqdır, birdən gecə olur, maşının işığına nəsə olur, birdən-birə hər yer qaranlıqlaşır. Bu zaman qaranlıq nə deməkdir maşında olan sənin üçün? Qeyri-müəyyənlik deməkdir. Maşın hərəkət edir, amma sən o qeyri-müəyyənlikdə hər an bir təhlükənin gələcəyini gözləyirsən. Hər an maşının qəza edəcəyini mühakimə edirsən. Beynin avtomatik olaraq siqnal göndərir ki, aha qəza olacaq, yavaş get. Hər an tetikdə olursan. Bir növ baxın, beyin bədəni qorumaq üçün, yəni səni həyatda saxlamaq üçün qeyri-müəyyənlikdən özünü qoruyur, sığortaya alır. Bəs market beyin üçün sizcə necə bir mühitdir? Qeyri-müəyyən mühitdir. Qeyri-müəyyən mühitdir. Və bu qeyri-müəyyən mühit və bu qeyri-müəyyən içindəki olan proses bir neçə təməl şeyinizə hücum çəkir. Bunlardan biri budur. Pulun itkisi. Bu pulun itkisi statusun və gücün də itkisi olduğu üçün beyin bunu ölüm olaraq görür. Yəni bir növ status və güc sadəcə beynin puldan bildiyi bir şey yoxdur. Beyin simvolik olaraq görür pulu. O pulun yerində başqa bir şey də ola bilərdi. Metal ola bilərdi. Onu simvolik olaraq görür. Status və güc olaraq görür. Və bu necə deyim, bir əsasla ki, biz sosial canlılar üçün bu cür şeylər əhəmiyyətlidir. Çünki biz necə deyim, bir növ communitylər halında yaşayırıq, sosial canlılarıq və gücsüzlük və statussuzluq bizim nəslimizin növbəti nəslə keçirməməyimiz deməkdir. Yəni əvvəl necə idi? Hansısa necə deyim, community içində olan ən güclü kim idisə, ən status olan kim idisə, onun çoxalma avantajı daha çox olurdu. Ona görə də ki, hal-hazırda yaşayan insanların əksəriyyəti o nəsillərdən gəldiyinə görə, onlar da eyni zamanda pul, status, güc, bu kimi şeylər onun üçün əhəmiyyətli dərəcədə önəmlidir. Çünki bir mağarada deyək ki, 10 qadın var, 10 kişi var. Amma kişiləri indi, məsəl üçün, həmin o qadın, məsələn, deyək ki, dişi homo sapienslər və erkək homo sapienslər. Belə dildə izah edeyim. Bu zaman erkək homo sapienslərdən 10 dənəsinin içində deyək ki, bəziləri var ki, çox yararsızdır, heç bir şey eləyə bilmirlər, ov eləyə bilmirlər, yemək gətirə bilmirlər, qida tapa bilmirlər, hunter-gatherlardan nümunə çəkək məsələ, heç nə eləyə bilmirlər. Bu zaman içlərindən bir dənəsi amma cəsurdur. Nəsə əziyyət çəkir, özünün həyatını riskə atır, ov eləyir və qida gətirir. Bu zaman onun statusu var və gücü var. Bu zaman 10 dənə qadın artıq onunla çoxalma, necə deyim ki, düzgün çıxsın. Yəni ona üstünlük verir.
Digərləri kənarda bürüşür qalır. Və bu zaman nə olur? Ondan doğulan uşaqlar da eyni zamanda eyni beyin quruluşuna sahib olur. Yəni hələ siz doğulmadan öncə simvolik olaraq status və güc sizin içinizdə idi. Hələ siz doğulmadan öncə, doğulmadan qat-qat belə öncə bu Homo sapiens şeyinin içində, o xromosomlarda o məlumat ötürülür. Yəni siz dünyaya gəlməmişdən bəri o bizə necə deyim, həmin o beyninizdə onlar var. Necə ki instinkt. İnstinkt nədir? O öyrədilmir. Onunla doğulur. Onunla dünyaya gəlinir. Və uşaq dünyaya gəldikdən sonra və bu status üçün mübarizə aparır. Ən körpə yaşlarından özünlə bir yerdə olan, evin içində olan qardaş bacısı ilə şey aparır, status, güc, dəyər görmək üstündə, sevilmək üstündə, təpəyə çıxmaq üstündə. Bunu amma ona heç kəs öyrətməmişdi. Və eyni zamanda da böyümüş sizlər də ki, əslində böyümüş uşaqlarsınız. Yəni pul sizin üçün əhəmiyyətli bir şeydir. Beyin onu, o simvolu, onun olmamasını ölüm riski kimi qəbul edir. Onun üçün dəhşətli bir şeydir. Bu bir səbəb. İkinci məsələ isə qeyri-müəyyənlikdir. Beyin qeyri-müəyyənlik şeyini sevmir. Yəni görürsüz, emosional şeyin trigger olunması üçün iki şey oldu. Güc itkisi qorxusu, advokatlığın itməsi və qeyri-müəyyənlik. Beyin müəyyənliyi axtarışındadır. Prosesi qeyri-müəyyənliyə buraxmaq istəmir. Market qeyri-müəyyən mühitdir və bunu daimi siz neqativ mühakimə edirsiniz. Və qeyri-müəyyənlik mühitində icra edən siz də eyni zamanda özünüzlə neqativ mühakimə edirsiniz. Marketi neqativ mühakimə edən beyni ayrıdır. Ondan qorxan, ayda nə olacaq, bu ola bilər, yoxsa bu ola bilər, qorxuram, girməyim ya da yanlış əməliyyata girməyinizə səbəb olur. Dolayı yolla qazanclı bir modeliniz varsa belə, qorxu rasional beynin bacarığını uğurlayır. Qorxu rasional beynin bacarığını uğurlayır. Emosiyanın bəzi elementləri var burada. Birinci arousal, yəni emosiyanın birdən-birə aktivləşməsi, birdən-birə bir risk görürsən, itki görürsən, qırmızı görürsən. Ondan sonra motivasiya səni nəyə yönləndirir? Yəni nə etmək? İmpulsiv trade eləməyə, əksinə əməliyyat açmağa buna yönləndirir. Yəni emosiyanın motivasiyası. Sonra mənalandırma. Emosiyaya birləşmiş qavrayış məna. Bunlardır. Yəni özünü yetərsiz hiss eləmək, gücsüz hiss eləmək, stopdan sonra qeyri-advokat hiss eləmək, əhəmiyyətsiz hiss eləmək, nəyəsə layiq olmadığını düşünmək, bir anda ki o stop olanda beyninə gəlir şeylər. Hayda, məndən heç vaxt alınmayacaq, mən yenə bacarıqsız oldum, mən yaxşı trader deyiləm, gücsüz traderəm, bu hesab da gözümdən düşdü. Yəni bu emosiyanın gətirdiyi anlamlandırmadır, emosiya ilə birgə anlamlandırmadır. Bunlar haqqında sən səsli xəbərin olmur, amma avtomatik olur. Bunlar daha çox avtomatikdir. Yəni sənin xəbərin olmur. Daha çox yetərsiz və bunlar da səni yenə itələyir ki, yəni qayıdıb yenə, yəni bunlar nəyə səbəb olur bəs? Bunlar, bu mənalandırmalar düşüncəyə səbəb olur. Artıq hər şey haqqında mənfi düşünməyə başlayırsan. Bunlar haqqında növbəti dərsdə. Qorxu düşünə bilmə bacarığını uğurlayır. Qorxunu örtbasdır eləmək isə və müsbət düşünməyə çalışmaq isə daha da həll edilməsi çətin problemlər gətirir. Qorxu rasionallığı zəhərləyir. Çox şeydə haqqında danışaram, heç dayanmadan danışaram, izah edərəm. Amma nəsə o qədər də çox uzatmağın mənası yoxdur deyə düşünürəm bu dərslərdə. Marketlə beynin ölüm anlayışı arasında nə əlaqə var? Bu haqda danışdım. Atılmaq qorxusu bu çox vacib bir məsələdir. Bilmirəm niyə bura bir cümlə yazmışam. Bu haqda əslində daha çox danışmalıyam mən. Yəni biz doğulduğumuz andan sonra sadəcə olaraq beynimiz ətraf mühitə, özünü sevdirməyə, özünü qəbul etdirməyə uyğun adaptasiya edir bizi. Şəxsiyyət, necə düşünmək, cəsarət, qərarlar, bunların hamısı bunlardan birbaşa asılıdır. Yəni bizim formalaşma periodlarımız var. 0-3 yaş, 6 yaşdan sonra 12 yaşa qədər. Yəni bu zamanlar boyunca hər şey formalaşır. Və bir növ sizin şəxsiyyətiniz yaranır artıq. Sizin inançlarınız, qavrayışlarınız, bunları sorğusuz olaraq, doğru olaraq qəbul edirsiniz. Hələ də gözləyirlər ki, tradinglə bunun nə əlaqəsi var? Tradinglə bunun nə əlaqəsi var? Belə gözləyənlər, düşünənlər var, başa düşürəm. Çünki bilirsiniz niyə düşünürlər? Çünki heç vaxt görməyiblər.
Birinci dəfə Nihata qulaq asan başa düşür ki, deməli nəsə əlaqəsi var ki, bu boyda şey bura boğazını yorur da yarım saatda. Deməli nəsə var ki, danışır. Bu 10 dənə dərs salıb, 50 dənə dərsin içindən 10 dənəsi bundandır. Deməli nəsə var ki, var. Bunları boşuna qoymamışam bura sayı artırmaqdan ötürü. Onda top 40 elərdim, top 30 elərdim. Məndə nə gedirdi? Top 10 elərdim. Yola verərdim, o top 10 da baxlardı, pis qurtardı. Əziyyət də çəkməzdim 50 dərsə. Deməli nəsə var ki, bu burada vardı. Bütün bunlar marketlə üzləşmək üçün çox aciz bir beyin, düşüncə, qavrayış və inanclara səbəb olur. Nəticədə fərdin qazanması ehtimalı bu beyinlə sıfıra bərabər olur. Trading, amma ki, görürsünüzmü, burada yazdığım şeylərin bir neçəsinə birbaşa hücum edir. Qeyri-müəyyənlik bu içində tamamilə barındırır. Pulun riski, pulun necə deyim, qazanması bunda içindədir. Bu da beyin üçün dəhşətli bir hadisədir. Bu da advokatlıq. Nə qədər yaxşı trade edib etməməyin məsələsi də. Bu da eyni zamanda sənin daxili mühakimənin daimi gözün üstündə olması deməkdir. Daimi özün negativ mühakimə eləmək, daimi prosesini negativ mühakimə eləməyini səbəbləndirir. Bunları ona görə də bəzi bacarıqlar inşa eləmək lazımdır ki, özünü yenidən dizayn edəsən və fərqli bir versiya ilə qayıdasan marketə. Gedəsən 3 illik sonra fərqli bir insan olaraq qayıdasan. Fərqli biri olasan. Fərqli, necə deyim, Heathcliff kimi, necə deyim, bir də tamamilə dəyişəsən. Bu lazımdır. İnanc və qavrayışlarını iradi səviyyədə idarə etmək bu işin açarıdır. Bu sözü, baxın, məndən sir mi istəyirsiniz? İpucu deməyim, belə cümlə buradadır. İnanc və qavrayışlarını iradi səviyyədə idarə edə bilmək bu işin açarıdır. Çox böyük bir açar buradadır. Bunu başqa gözəl bir cümlə ilə, bu açarı başqa gözəl bir cümlə ilə izah edə bilməzdim. Amma indi gedib gücənməyə başlamayın ki, inancım və qavrayışımı iradi səviyyədə idarə edeyim. Bu qədər rahat və başdan niyyətli ediləcək bir şey deyil. Bacarıqlar lazımdır ki, inkişaf etdirilə. İnanclar lazımdır ki, limitləyici inanclar dəyişdirilə. Ondan sonra siz bunun üstündə işləyə bilərsiniz. Beyin negativ mühakimə maşınıdır. Bunu yadınızda saxlayın. Beyin daimi negativ mühakimə edəcək hər şeyi. Qeyri-müəyyənliyi beyin negativ mühakimə edəcək. Özünü beyin negativ mühakimə edəcək. Şəxsiyyətin bunun üstünə quruludur. Düşünmə şəklin, qərar vermə şəklin bunun üstünə quruludur. Biz sosial canlılarda da beynimiz bir növ daxili mühakimə inkişaf etdirib. Özünü negativ mühakimə eləmə. Nə qədər yaxşı olursansa ol. Nə qədər çox qazanırsansa qazan. Nə qədər şey bacarırsansa bacar. Bu sən ölənə kimi içindədir. Heç bir şeylə onu doyura bilməzsən. Və hər nə qədər hara çatırsansa çat, yenə də beyin özünü negativ mühakimə edəcək bir şey tapacaq. Qeyri-müəyyənliyi, hadisələri negativ mühakimə edəcək bir şey tapacaq mütləq ki. Və bu əsas emosiyanın və qorxuya düşmə, ondan sonra isə hesabı itirmə ardıcılığı necə olur? Birinci ortalıqda qeyri-müəyyənlik var. Bunu görürsən. Beyin sonra qərəzlik yaşayır, çaşqınlıq yaşayır, iki tərəflilik yaşayır. Və bu isə beyin üçün qorxu deməkdir. Bir şeydə müəyyənlik yoxdursa, konkretlik yoxdursa, dəqiqlik yoxdursa, beyin avtomatik, qorxu responslarını işə keçirir. Və bu qorxunun bir növü deyil, iki növü deyil, çox düzdür. Hissiyyat olaraq eyni hissiyyat olsa da, bunların səbəbləri fərqli ola bilər. İtirmək qorxusu, qazanmaq qorxusu, mən bu qədər pulu hara gizlədəcəm, nə bilim, irəli getmək qorxusu, dünənki itkinin bu gün qazanmayıb dünənki kimi itirmək qorxusu, hesabı itirmək qorxusu ola bilər, advokat olmamaq qorxusu, yəni bir neçə losing streakdən sonra düşünərsən ki, mən kifayət qədər yaxşı trader deyiləm. Yəni sanki müəyyənlik axtarışındasınız, amma bu qeyri-müəyyənliklər qorxuya səbəb olur. Müəyyənliklə izah eləməyə çalışmaq ondan sonra daha da böyük fəlakətə səbəb olur. Mən qorxuramsa, mən belə düşünürəmsə, deməli mən belə deyiləm. Məsələn, 3 dənə qeyri-müəyyənliyin içində əməliyyat oldu, sən bu 3 dənə əməliyyatda itirdin. Artıq tamamilə düşüncəni zəhərlənməyə başlayır. Qəzəb daha impulsiv şeydən icra eləməyə başlayırsan, hücum çəkirsən marketə.
O bioloji tərəfinə çox girmirəm. Yəni o haqqda bunu deyə bilərəm ki, o qorxduqdan sonra, yəni emosional vəziyyətə düşdükdən sonra qandakı oksigen əzələlərə yönəlir. Döyüş qaç moduna keçirsən, bir orqanizmsən. Sənin beynin düşünmək üçün deyil, trade eləmək üçün deyil, bədəninin həyatda qalmasını təmin eləmək üçündür. Ondan sonra düşünmək, birinci yaşamaq, birinci paçayı yırtmaq, birinci təhlükədən qaçmaq, ondan sonra gedib də şeir yazıb da community-dəkiləri valeh eləyib təsdiq almaq, breeding avantajı qazanmaq. Ondan sonra yaradıcılıq, ondan sonra heykəllər hazırlayıb da sevilmək, ondan sonra birinci paçayı yırtmaq. Beyin hər zaman həyatda qalmağa düşünməkdən çox daha önəm verir. Yaradıcılıqdan çox daha önəm verir. Çünki öləndən sonra o şey də ki, heç nəyə lazım deyil. Ona görə də ki, sən nə olursan ol, kim olursan ol, beynin daimi təhlükə və risklərə, təhdidlərə açıq vəziyyətdədir. Yəni bu sənin içindədir, bunu dəyişə bilməzsən. Yox, mən elə deyiləm, mən insanam deyə bilərsən, amma bunu axırıncı inanacaq insan mən olacağam. Bu, yəni ki, birinci ali insan olmaq üçün birinci onu qəbullanmalısan ki, primatsan. İkinci onu qəbullanmalısan ki, orqanizmsən. Bunlar başlıca şərtlərdir. Üçüncü, sənin buraya gəlib çıxma prosesini başa düşməlisən. Dördüncü, qeyri-müəyyənliyi başa düşməlisən. Suni şeyləri görə bilmək üçün, make-up şeyləri görə bilməkdən ötürü. Artıq get-gedə təpəyə gedirsən. Düşüncə olaraq təpəyə qalxırsan, dırmalaşırsan. Üzü oxuya bilirsən hər kəsi. Bəlkə də səndən üstün biri səni oxuya bilir, bəli bu elə olacaq. Amma sən də ki, düşüncə olaraq başqalarından üstünləri oxuya bilirsən. Və bu üstün düşüncə, yenə deyirəm, market üçün lazımdır. Çünki qavrayışlarını və inanclarını quru-quru yox edib dəyişdirmək, idarə eləmək mümkün deyil. Yaxşı, idarə elədin, nəyə dəyişirsən? Cümləni verdim, qavrayış və inanclarını iradi səviyyədə idarə eləmək bu işin açardır. Yaxşı, hara dəyişirsən, nəyi bilməlisən, nəyə dəyişməlisən, necə dəyişəcəksən? Bax, bu məsələlər var ki, bu qabiliyyət formalaşmalıdır. Bir də sizlərdə olacaq ən böyük təhlükələrdən biri koqnitiv dissonansdır. Bu bir növ belə bənzəyir ki, inanclarınız var və ona inancları dəyişmək istəmirsiniz. Bu bir növ, məsəl üçün, belə deyim, mən danışıram, mən nəsə deyirəm. Mənə qulaq asanda istər-istəməz beyniniz sanki şey deyir ki, Nihat nə deyirsə desin, sən doğru yoldasan. Hesabı itirdin, problem yoxdur, planını izlə, sabah düzələcək. Nihat çox mürəkkəb şeylər danışır, ona qulaq asma, mən inanclarımı dəyişməyəcəm. Bir növ özünü qapadır. Yeni mümkünlüyə qapadırsan özünü, yeni nəsə öyrənməyə qapadırsan özünü. Bunun kimə zərər olacaq? Videoyu qapatdın, videoyu çıxdın, dislike atdın, məni də blok elədin. Mən gedib gündüz axşama ağlayacam ki, izləyici itirirəm, videom baxılmır. Mən gündüz axşam ağlayacam deyə mi düşünürsən? Yox, möhkəmi sənə dəyəcək. Bildiyim bir şey var. Bax, mən bu kanalı bağlayayım, gedim. Mənim dediklərimi deyən bir başqası çıxmamış. Bu mediada, yəni ən azından başa düşdüyünüz dildə, baxdığınız mediada başqa sizi bu çamurdan çıxaranan inanmıram ki, ola. Çünki hamısı bu saatca mənim kanalımı bağlamağımı gözləyir, videoları silməyimi gözləyir ki, brokerlarını filan affiliate edəsin, biraz beyninizi yusunlar da özlərinə yeni yemlər şey eləsinlər. Mən onlara sərf eləmirəm. Onlar təbii ki, yəni bu sahə, bu sektor sizin itirməyiniz üçün dizayn olunub. Bunları da ki, başa düşməyinizi təbii ki, istəməzlər və mənim üçün təbii ki, qarayaxma kampanyalar keçirirlər ki, Nihat biologiya dərsi izah edir. Belə, ümumi ilk dərs bu qədər, ilk dərs daha uzun oldu. Növbəti dərslər qısa olacaq. Sağ olun, görüşənədək.